Yoldaşıma aşığıyım. Bir gündür elə evdə planlaşdırdıq ki, bir yerə gəzməyə gedək. Maşınımıza mindik, Allah uzaq eləsin eşidən qulaqlardan, eşidən üzlərdən. Yolda deyir, avtomobil qəzasına düşdük. Mən baxdım ki, deyir, məndə bir şey yoxdur. Amma zərbə yoldaşım tərəfdən dəydiyi üçün baxdım ki, yoldaşım can üstündədir. Bunun başını koydum deyir dizimin üstüne. Hatta orada yazdığı bir gəraylısı da var. Yarım boyun qucaqladım, yaraqladım, mən ağladım. Yığıldı qonum qonşular, zar ağladım, mən ağladım. Dərdimi söylədim tara, simlər oldu para para. Yavaş yavaş sızıldadı, tar ağladım, mən ağladım. Dedim ki, haqq mənimkidir, başımı çəkdilər dara. Tələt kəsəndə boynumu dar ağladım, mən ağladım. Cəfəriyəm boyum bala, dərd sinəmdə qala qala. Yar canımı ala ala, yar ağladım, mən ağladım. Baxdım ki, deyir, yoldaşımın gözündən 2 damcı yaş süzüldü, onunla canını tapşırdı. 2 il mən heç bir yana çıxmadım. Heç bir dostumla, heç bir qohumumla ünsiyyətə girmədim. Bağlandım, deyir, öz aləmimə, öz otağımdan çıxmadım. Özüm də, deyir, universitetdə dərs deyirəm, deyir. Heç məktəbə də getmədim. Hər kəs mən anlayırdı, deyir. Başa düşürdülər ki, mən hansı vəziyyətdəyəm. Bir gün, deyir, iş yoldaşlarımdan gəldilər ki, ağa nə olar, heç olmasa, aradan, deyir, 2 il vaxt geçir. Gəldilər yoldaşlarımdan, iş yoldaşlarımdan ki, bəs nə olar? Heç olmasa, işə çıx, bəlkə biraz dərdim, qəmin azala. Bunlara söz verdim, gördüm, deyir, çox israr eləyirlər, dedim, yaxşı çıxarım. Getdim, deyir, məktəbə, universitetə, deyir, girdim, girəndə nə görsəm yaxşıdır. Bu dedi də bir dərindən ah çəkdi. Dedim, ağa, nə gördüm? Dedim, mən baxdım ki, lap 1-ci sırada mənim sevdiyim o həyat yoldaşım 1-ci sırada əyləşir. Deyəndə özüm belə, elə bil sanki məni top vurdu. Dedim, ağa, bəs elə bil dedin ki, həyat yoldaşım dünyasını dəyişdi. Dedi ki, mən ona görən kimi mən hoşumu itirmişəm. Məni ayıldanda bildim ki, bu o deyil, bu onun bənzəriymiş. Mən 2 il, deyir, bu qızın dərdindən dəli divana oldum, deyir. Düşünürdüm ki, bu məktəbi qutarandan sonra mən dərdimi buna danışaram, bəlkə məni başa düşər. Düşünürdüm ki, bir evlilik təklif eləyərəm buna. Heç nə demirəm, axı bu mənim tələbəmdir, mən bunun müəllimiyəm, deyir. Dərdim aça bilmirəm, deyir. Aradan 2 il gəldi, deyir, ötüşdü, artıq, deyir, universitetlər tətilə gedir. Bu qız da, deyir, məktəbi bitirir. Düşünürəm, bir axırıncı aydır, axırıncı həftəsində mən buna dərdimi açacağım. Bir gün mənə yaxınlaşdı, deyir, dedi, müəllim, bir şey xahiş edə bilərəm sizdən. Dedim, buyur. Dedi ki, müəllim, olar mı? Çünki həftədə bir dəfə, deyir, biz şehir axşamları keçirirdik. Dedi, olar mı? Mən gəlim o şehir axşamlarında sizi dinləyim. Dedim, buyur. Dedi, müəllim, bir xahişim də var. Dedim, buyur. Dedi, müəllim, məni nişanlayıblar. Olar mı öz nişanlımdan gəlim? Deyir, elə bil, bütün dünya uçdu, mən qaldım altında. Mən düşünürdüm ki, axırıncı həftəsində ürəyimi buna açaram ki, bəs mən səni o qədər bənzədirəm həyat yoldaşıma da, mən ondan sonra sanki yaşamıram. Bu da deyir, mənə dedi ki, bəs məni nişanlayıblar. Mən, deyir, zəif bir səslə elə dedim ki, gələrsiz. Həmin gün gəldi, yetişdi, deyir, gəldim, girdim salona, girəndə görüb, baxdım ki, bu bədbaxt qızı düz 1-ci cərgədə əyləşib, nişanlısı da yanında. Bax, bu sənə dediyim qəzəl həmin qəzəldir, orada yazdığım qəzəldir.
bədahətdən yazılan bir qəzəldir. İndi biz o qəzəli Babəklə oxuyacağıq, siz dinləyin. Feryada gəlin lazı nigarım gedir əldən, həmdən olu bəl yar ilə yarım gedir əldən. Feryada gəlin lazı nigarım gedir əldən, həmdən olu bəl yar ilə yarım gedir əldən. Rəftarı gözəl, nitqi gözəl, baxması göyşəl. Ah o kimi baxdıqca qararım gedir əldən. Avara qalanmal, qəmə eşkildə yalanmal. Eşkildə yalanlar, axır nə deyim darına dara yedirərdim. Zülfün töküb ətrafa geyib rəhtə yarırsın.